Ermənistan vətəndaşı təqsirləndirilən Ruben Vardanyanın açıq keçən məhkəmə iclasında bir qrup zərər çəkmiş və zərər çəkən şəxslərin hüquqi varisləri ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev onları məhkəmənin tərkibi ilə tanış etdi. Hüquq və vəzifələri barədə məlumatlandırdı. Sonra zərər çəkənlər məhkəmədə ifadə verdilər. Zərər çəkmiş Səbuhi Əliyevin hüquqi varisi qismində tanınaraq dindirilən Tahir Əliyev dedi ki, övladı Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi təxribat zamanı öldürülüb. Zərər çəkmiş şəxs Seymur Teymurov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirdi ki, Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan kornet tipli raket mərmisinin mindiyi avtomobilə düşməsi nəticəsində 2 nəfər həlak olub, özü isə yaralanıb. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda zərər çəkmiş şəxs bildirdi ki, düşmən mütəmadi olaraq iri çaplı silahlardan atəş açmaqla təxribatlar törədirdi. Zərər çəkən Rafiq Əhmədov isə ifadə verdi ki, onun olduğu avtomobil Ağdərə rayonunun ərazisində hərəkətdə olarkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin bastırdığı tank əleyhinə minaya düşüb və nəticədə o yaralanıb. Zərər çəkmiş Ramil Ələkbərov Xankəndi istiqamətində düşmən tərəfindən bastırılmış minanın partlaması nəticəsində yaralandığını söylədi. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda zərər çəkən bildirdi ki, həmin vaxt düşmən intensiv olaraq iri çaplı silahlarla atəş açmaqla müxtəlif təxribatlar törədirdi. Zərər çəkən Mehman Quliyev Kəlbəcərdə düşmən tərəfindən ağır artilleriya atəşinin açılması zamanı qəlpə dəyməsi nəticəsində sağ gözünü itirdiyini dedi. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirdi ki, qarşı tərəfdən atılan mina atan mərminin partlaması nəticəsində o və onunla bərabər bir neçə nəfər yaralanıb və həlak olub. Zərər çəkən Rəşad Abdullayev isə ifadə verdi ki, Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri mütəmadi olaraq ərazilərimizə atəşə tutub, xüsusilə də mülki infrastruktur hədəfə alınıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhmlinin sualına cavabda dedi ki, düşmən tərəfindən atılan tank əleyhinə idarə olunan raket mərmisinin yaxınlığında partlaması nəticəsində xəsarət alıb. Zərər çəkən Elsəvər Nəzərov da düşmən tərəfindən atılan artilleriya mərmisinin içərisində olduğu yük maşınının üzərinə düşərək partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda hadisənin Ağdərə istiqamətində baş verdiyini, həmin vaxt onunla bərabər bir neçə nəfərin də yaralandığını və həlak olduğunu söylədi. Zərər çəkənlər Fəqan Haqverdiyev, Sirac Niftaliyev, Nadir Balayev, Mirsaleh Heydərzadə, Rahim İbrahimov, Aqil İspərzadə, Ərzulla Tağıyev, Rauf Yusifov da məhkəməyə ifadə verdilər ki, düşmənin törətdiyi təxribat və iri çaplı silahlardan açdığı atəş nəticəsində yaralanıblar. Zərər çəkən Ramil Xankişiyev isə düşmənin bastırdığı piyada əleyhinə PMN markalı minanın partlaması nəticəsində yaralanıb. İfadə verdi ki, həmin vaxt bir nəfər həlak olub, 6 nəfər yaralanıb. Zərər çəkən Orxan Fərzəliyev, Vaqif Xeyrullayev, Mir Hüseyn Dostiyev, Pərviz İskəndərli, Samir Fərzəliyev, Aslan Əzizov ifadələrində bildirdilər ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni silahlı birləşmələri mövqelərimizə hədəf alaraq intensiv şəkildə ərazilərimizə müxtəlif iri çaplı silahlarla atəş açıb. Digər zərər çəkmiş Nemət Rüstəmov Xocavənddə düşmənin açdığı snayper atəşi və atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söylədi. Zərər çəkmiş Abdullah Əskərzadə dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabda bildirdi ki, Xocavənddə tibbi xidmət avtomobili ilə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mina atan mərmisinin düşərək partlaması nəticəsində özü və Ərzulla Tağıyev yaralanıb. Həmin vaxt avtomobilin üzərində tibb xidməti maşını olmasını bildirən nişanın olmasına baxmayaraq, onlar bizə atəşə tutar, deyə o bildirdi. Düşmən təxribatı nəticəsində yaralananlardan biri də zərər çəkən Samiq Əliyevdir. İfadə verdi ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Zərər çəkmiş şəxs qismində tanınaraq ifadə verən Emil Cəfərov isə dedi ki, Xocalı istiqamətində Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin atdığı artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Zərər çəkmiş şəxs Tural Dadaşov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mina atan mərmisinin partlaması nəticəsində xəsarət aldığını dedi. O bildirdi ki, həmin vaxt adını xatırlamadığı bir neçə nəfər həlak olub. İclasda zərər çəkmişlərin barələrində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri də elan olundu. Aslan Əzizov bildirdi ki, Ağdam rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində özü,
Namiq Zöhrabov və Nüsrət Kərimov müxtəlif növ bədən xəsarətləri alıblar. Məhəmməd Qəyyumlu və Murad Hüseynov isə Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandıqlarını söylədilər. Məhkəmə prosesində Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər ifadə verir. Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzluluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.